18 ölkənin 26 snayper dəstəsinin iştirak etdiyi 5-ci beynəlxalq ən yaxşı snayper yarışmasında Azərbaycan heyəti bürünc medal qazanıb. İspartanın Eğidir bölgəsində yerləşən dağ və komando məktəbi və təlim mərkəzi komandanlığında keçirilən yarışmada Türkiyə, Pakistan daxil olmaqla 18 ölkənin ən güclü snayper komandaları qatılıb. Müxtəlif çətin relyefli ərazilərdə həyata keçirilən yarışmalarda Türkiyə, Şimali Kipr, Türk Cumhuriyyəti, Özbəkistan və İtaliya qızıl medal, Bulqaristan, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan və Bəhreyn gümüş medal, Azərbaycan, Qətər və Albaniya isə bürünc medal qazanıblar.